Salam dostlar. Heç düşünmüsünüzmü ki, niyə bəzi insanlar ağlasığmaz rekordlar qırır, biz isə pilləkən çıxanda yoruluruq? Əslində, insan bədəni kəşf olunmamış bir super maşındır. Bugün sizə idman və bədənimizin gizli imkanları haqqında 8 inanılmaz faktı təqdim edirəm. Hazırsınızsa, başlayaq. 1. Beynin qoyduğu limitlər. Birincisi, beynimizin bizdən gizlətdiyi gücdür. Bilirsinizmi ki, əzələləriniz əslində tonlarla ağırlığı qaldıra bilər? Lakin beyniniz sümükləriniz zədələnməsin deyə buna icazə vermir. Yalnız ekstremal təhlükə anında bu limitləri açılır. İdmançılar isə məşqlərlə beynin bu qoruyucu baryerini biraz daha irəli çəkməyə çalışırlar. 2. Unudulmaz əzələ yaddaşı. İkincisi, əzələlərinizin bir yaddaşı var. Əgər illərlə idman edib sonra uzun müddət fasilə vermisinizsə, qorxmayın. Yenidən başlayanda bədəniniz formaya qayıtmaq üçün ilk dəfəki qədər əziyyət çəkmir. Çünki əzələ hüceyrələri əvvəlki məşqləri xatırlayır və köhnə gücünü bərpa etmək üçün 2 dəfə daha sürətli reaksiya verir. 3. Ürəyin möcüzəvi adaptasiyası. Üçüncü fakt peşəkar idmançıların ürəyi ilə bağlıdır. Marafon qaçışçılarının və velosipedçilərin ürəyi adi insandan 30-40% daha böyük ola bilir. Bu bir xəstəlik deyil, möhtəşəm bir adaptasiyadır. Ürək böyüdükcə bədənə daha çox oksigen ötürür və bu, onlara saatlarla yorulmadan hərəkət etmək imkanı verir. 4. Tennisçilərin qışqırığı. Dördüncüsü, tennisçilərin oyun zamanı çıxardıqları o yüksək səslərdir. Araşdırmalar göstərir ki, topa vurarkən qışqırmaq zərbənin gücünü tam 15% artırır. Bu, ağciyərlərdəki təzyiqi sabitləyir və bədənin bütün gücünü qollara ötürməsinə kömək edir. 5. Sürətin və reaksiyanın sərhədi. 5-incisi, sürət limitlərimizdir. Dünya rekordu saatda 45 km olsa da, elm adamları hesablayıblar ki, insan bədəni nəzəri olaraq saatda 64 km sürətlə qaçmaq potensialına malikdir. Digər tərəfdən, tennisçilərin göz əzələləri saniyənin 1/10-də topun yolunu hesablayır ki, bu da dünyadakı ən sürətli prosesordan belə sürətlidir. 6. Qalibiyyətin rəngi. Qırmızı. 6-cısı, psixoloji bir sirr. Araşdırmalar göstərir ki, qırmızı forma geyinən idmançılar digər rənglərdə olan rəqiblərinə qarşı alt şüur səviyyəsində üstünlük qazanırlar. Qırmızı rəng rəqibdə çəkinmə hissi yaradır və qələbə şansını artırır. Təsadüfi deyil ki, ən çox kubok qazanan klubların rəngi məhz qırmızıdır. 7. Üzgüçülərin 4-cü dövrəsi. 7-cisi, peşəkar üzgüçülər haqqındadır. Onlar suyun altında olarkən divara nə qədər qaldığını görməsələr də, suyun yaratdığı təzyiqdən və dalğadan məsafəni santimetrlərlə hiss edə bilirlər. Onların bədəni suyun altında sanki bir sonar kimi işləyir. 8. Boks əlcəklərinin təhlükəsi. Və nəhayət 8-ci, bəlkə də ən təəccüblü fakt, boks əlcəkləri əlləri qorumaq üçün hazırlansa da, beyin üçün daha təhlükəlidir. Çünki əlcək əli qoruduğu üçün boksçular rəqibin başına daha şiddətli və daha çox zərbə endirə bilirlər. Bu da çılpaq əllə döyüşməkdən daha ağır travmalara yol açır. Gördüyünüz kimi, limitlər əslində bədənimizdə deyil, çox vaxt beynimizdədir. Bəs bu 8 faktdan hansı sizi daha çox təəccübləndirdi? Şərhlərdə yazın və bu videonu dostlarınızla paylaşmağı unutmayın. Növbəti videoda görüşənədək.